Salam əziz treyderlər və investorlar. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır Güruh Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. İstəsəniz videonu dayandıra bilərsiniz. Sözü gedən təşkilatın hər bir parametrini daha diqqətlə öyrənə bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərini təhlil edəcəyik. Ring Energy Inc. Ticker RAEO. Bu baxış 20 mart 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Güruh Markets şirkət Ring Energy Inc. alt kateqoriyaya aiddir. Oil and Gas təhlildə 132 təşkilat iştirak edir ki, bu da çox təmsil edir. Bu videonun sonunda sifariş həllərinə baxın. Sözü gedən şirkət üçün cəmi 10 baldan 7,5 bal. Alt kateqoriya üzrə orta nəticə 2,3 baldır. Geniş baxsanız, məcmu olaraq bütün ABŞ bazarında. Baxaq, cəmi birja üzrə orta nəticə 1,9 baldır. Dan 7,5 xalla qarşı Ring Energy Inc. Şirkətin səhnlərinin qiymətinin dinamikasının müqayisəsi Ring Energy Inc. və alt kateqoriyalı paylaşımlar. 12 aydan çox stok olduğunu görə bilərik. Ring Energy Inc. mənfi 34,2% dəyişiklik göstərdi. 3,3% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu açıq aydın heç nəyi göstərmir, lakin biz bu faktı yadda saxlamalıyıq. Şirkətin bazar kapitallaşması Ring Energy Inc. 0,25 milyard dollardır. 2,619 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Ring Energy Inc. 0,9% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,85 milyard dollar həcmində qiymətləndirilir. Alt kateqoriyanın balans kapitallaşması 1,607 milyard dollardır. Ring Energy Inc. %0,53 pay təşkil edir. Bazar və balans dəyərinin işğal edilmiş səhnələrini müqayisə edərək aşağıdakıları görürük. Paylaş Ring Energy Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirilərkən 0,9% təşkil edir. Balans dəyəri 0,53% təşkil edir. Bu, bazar dəyərində 489% artım deməkdir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Təhlil edilən şirkətin borc öhdəlikləri 0,38 milyard dollar təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 44,7%-ni təşkil edir. Şirkətin maliyyə öhdəlikləri üçün bal, yaxşı, 1 bal. Şirkətin birja dəyərinin mənfəətinə balansı 3,7-yə uyğundur. Alt kateqoriya üzrə orta göstərici ilə 14,6, bu alt kateqoriyadan 75% aşağıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar dəyərinin mənfəətinə qiymətləndirilməsi, çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 67 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 82 milyon dollar olacağı gözlənilir. İndikindən 22,9% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 0,7-dir. Birinci alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 30% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə mübadilə qiymətinin gəlir göstəricisinə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 360 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin ilkin olaraq 450 milyon dollar olacağı gözlənilir.
İndikindən 25% çoxdur. Alt kateqoriya şirkətlərinin fəaliyyəti ilə müqayisədə proqnozlaşdırılan gələcək satış performansının qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Marja 18,3%, alt kateqoriya üzrə orta hesabla 6,9% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 11,4% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,14% təşkil edir. Bu, bazar kapitallaşma payından 56% çoxdur. Və bu fakt şirkətin birja dəyərindəki balanssızlığı göstərir. Ring Energy Inc. daha çox qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən bazar kapitalının məbləği $2,156,000 bərabərdir. Alt kateqoriyada isə $3,234,000 var. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasındakı fərq 33,3% təşkil edir. Alt kateqoriya şirkətlərinin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Bir işçiyə düşən mənfəət $586,100. $221,100 alt kateqoriyada orta hesabla. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 165% təşkil edir. Alt kateqoriya şirkətlərinin göstəriciləri ilə müqayisədə fərdi şirkət işçisinə düşən mənfəətin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri $3,185,000. Alt kateqoriyaya görə $3,183,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 0%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi şirkət işçisinə düşən gəlirin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 8,6%, alt kateqoriya üzrə orta hesabla 2,3% təşkil edir. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Göstərici ROAS 14 şirkət üçün %51 səviyyəsini göstərir Ring Energy Inc. Alt kateqoriyada isə ROAS səviyyəsi 14, təxminən 63% təşkil edir. Potensial olaraq alt kateqoriyadakı sənədlərin qiymətləndirilir Ring Energy Inc. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən $1,25. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən $2,76. Faktiki təxmin və konsensus proqnozunun dinamikası təxminən 121% təşkil edir. Mövcud olan sifariş cədvəlinə baxaq, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəli məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə açıq şəkildə qəbul edilmiş tamamilə bütün qərarlara ehtiva edir. Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuzdur və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi əsasında Ring Energy Inc. Yardım sistemi Markets qərar qəbul edilib. Səhm üçün $1,24 qiymətə alış sifarişi açın. Sifariş şirkətin kifayət qədər yüksək reytinqə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodologiyasından, Akimin indeksindən istifadə etməklə aparılmışdır. Mənfəət götürmək 1,42 səviyyəsində müəyyən edilmişdir. Stop loss 1,06 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda. Sonra əməliyyat 19 aprel 2025-ci il tarixli mübadilə sessiyasının nəticələrinə əsasən müstəqil şəkildə bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker, NAHT, balans satış sifarişi olacaq.
Balanslaşdırma ticarəti ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırıcı. Əks sifariş cari səviyyədə bağlanır. Bu videoya baxdığınız və məlumat və yönləndirmə sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm Güruh Markets. Siz hamınız həqiqətən planetin ən yaxşı tamaşaçısınız.